Baby botoks nədir və təbii görüntü necə almaq olar? Əgər siz donmuş sima istəmirəm, yalnız qırışlarım olmasın deyirsinizsə, bu prosedur sizin üçündür. Klassik botulino terapiyadan fərqli olaraq, baby botoks zamanı çox az dozda botulotoksin tətbiq olunaraq əzələlər tam bloklanmadan sadəcə yumşaldılır və bu zaman ifadələr, mimiklər qalır, qırışlar isə gedir. Kimlərə tətbiq olunur? 25-35 yaş arası, ilk dəfə botoks proseduru icra edənlər üçün, eyni zamanda yeni mimiki qırışları əmələ gələn pasiyentlərdə və əlbəttə ki, təbii görüntü istəyən pasiyentlər. Təbii effekt alınır, qalıcılığı 4-5 aydır, heç bir təhlükəsi yoxdur və asılılıq yaratmır. Yəni, əgər istəsəniz, hər an bu prosedurdan imtina edə bilərsiniz. Ona görə də, əgər siz təbii görüntü, təbii effekt istəyirsinizsə və qırışların olmamasını diləyirsinizsə, baby botoks proseduru sizin üçün ideal seçim ola bilər.